Əziz və hörmətli qrup üzvləri, dəyərli bağbanlar, sahibkarlar, fermerlər, hörmətli bizim kənd təsərrüfatla məşğul olan qardaş və bacılarımız. Biz çoxdandır çəkiliş eləmirəm. Bugün isə 2 il bundan öncə elə öz doğma qubamızda bizim saldığımız həmin bu Gizela 6 üzərində olan gilas bağını sizə təqdim eləmək istəyirəm. Gördüyünüz kimi bizim bu bağımızda bir çox sortlarımız var. Burada Svit Arianadır, Svit Stefanidir, Svit Valinadır. Məhsuldarlıq da bu il üçün çox gözəldir. Baxa bilərsiniz. Qulluğu da çox qəşəngdir, maşallah olsun. Yəni bizim sahibkarımız lazımi şəkildə, lazımi formada bu il qulluğunu aparıb. Baxa bilərsiniz. Bu bizim bağımızdır. Demək olar bütün cərgələrimizdə, bütün ağaclarımızda bax bu formada meyvə var. Bugün bizim bura gəlməyimizin səbəbi bizim dostlarımızın, xarici qonaqlarımızın gəlib bizim bağımıza baş çəkməyidir. Hal-hazırda biz onlarla fikir mübadiləsi aparırıq. Yəni bəziləri bizim saldığımız bağları çəkib paylaşır. Halal xoşları olsun. Amma arada gəlib bax bizim bağlara da belə bu formada baxa bilərlər. Gizela 6 üzərindədir bu bağımız gördüyünüz kimi. Yəni düzdür, məhsuldarlıq tam bizi qane edən formada deyil. Bəzi boşluqlar var. İndi onları da inşallah gələn il aradan qaldıracaq Allahın köməkliyi ilə. Baxırsınız, ümumilikdə götürəndə, yəni burada bəzi hissələrdə çərtilmə işi aparılmalıdır. Abrez deyirsiniz ona. Baxın, görürsünüz. Yəni bax, bu bizim Gizela 6'ların bu il üçün olan, necə deyərlər, məhsuldarlığı. Gövdədə də belə gətirib, maşallah olsun. Amma yenə də deyirəm, bu ilki havalara görə istədiyimiz formada deyil. Düzdür, qurban olum Allaha, bizim əlimizdən bir şey gəlmir. Bazardığımız bura qədərdir. Yəni ana təbiətlə mübarizə aparmaq bizim üçün çox çətindir. Baxa bilərsiniz, yəni bu bizim sortlarımızdır. Kalibri çox gözəldir, maşallah olsun. Düzdür, hələ tam yetişməyib. İnşallah 10 günə, 7-10 günə ağaclarda dərim aparılacaq. Gördüyünüz kimi. Allah hamının malına bərəkət versin. Hamımız üçün uğurlu, ruzili, düşərli bir il olsun. İstəyirəm o biri cərgələrdə keçim. Yəni görəsiniz ki, bizim bağımız ümumilikdə bax belədir. Baxın, bu da digər cərgələrimizdir. Əlbəttə ki, üzərində meyvələrlə baxa bilərsiniz. Hələ sortlarımızın yetişməyinə var. Hələ tam yetişməyib. Birini dərim sizsin. Baxın, kalibr ümumilikdə bu saat kalibr ölçdü. Hardasa 30-32'dir. Bu da tam normaldır. İndiki dövr üçün hal-hazırda Qubada bir o qədər də temperatur yoxdur. Baxa bilərsiniz. Yəni normal kalibrdadır. 30-32 gəlir. Yəni düzdür, ağacın bəzilərində 28 də var, amma inşallah ki 10 gün ərzində müəyyən dərmanlama və gübrələmə ilə biz həmin bu kalibrları biraz daha qaldıracaq. Ümid eləyirik ki